إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər, bugünkü mövzumuz yenə Buluğul Maram kitabının davamıdır. Hansı ki biz Qablar fəslində olan hədisləri qeyd edirdik və bugün isə inşallah toxunmaq istədiyimiz hədislər dəri və dərinin aşılanması haqqında olan hədislər olacaq. Deməli, növbəti hədisdə 18-ci hədis Ən İbn Abbas radiyallahu anhuma qala Rasulullah sallallahu aleyhi və səlləm. İbn Abbas radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyib: İzə dubiğəl ihabu fəqad tahur. Əxrəcəhu Muslim və indəl arba'a əyyümə ihabən dubiğ. Yəni fəqad tahur. Dəri aşılandıqda təmizlənmiş sayılır. Və bu hədisi Muslim rəvayət edir və həmçində Sünən kitablarında qeyd olunur ki, hansı dəri aşılanarsa o təmizdir. 19-cu hədis Və ən Səlmətə İbn-i Muhabbiq radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm. Sələmə İbn el-Muhabbiq radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Dibəğ culudul meytəti tuhuruha. Sahahu İbn Hibban. Ölmüş heyvanın dərisinin təmizlənməsi onun aşılanmasıdır. İbn Hibban bu hədisi səhih hesab edir və 20-ci hədis Və Meymunətə radiyallahu anhə qalət. Meymunədən, Allah ondan razı olsun, rəvayət olunur ki, Mərrə ən-Nəbiyyü sallallahu aleyhi və səlləm bişətin yecurrunəhə. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm sürüyərək apardıqları bir qoyun leşinin yanından keçərkən dedi ki, Ləv əxəttum ihabəhə fəqalu innəhə meytə. Onun dərisini götürsəydiniz, deyə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Onlar deyirlər ki, axı bu leşdir, ölü heyvandır. Fəqal, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yutahhiruha el-mə'u vel-qaraz. Onu su və qaraz təmizləyir. Axracuhu Abu Davud və Nəsai. Abu Davud və Nəsai hədisi rəvayət ediblər. Bu qeyd etdiyimiz hədislər İbn Həcər el-Əsqalani rahimehullahın Buluğul Maram kitabında gətirdiyi 18, 19, 20-ci hədislər ölmüş heyvanlardan leşdən əldə edilən dərilərin hökmü haqqındadır. Müəllif İbn Həcər el-Əsqalani rahimehullah bu hədisləri bu fəsildə ona görə gətirmişdir ki, çünki dərilər su, yağ və digər mayələr üçün qab kimi istifadə olunur. Əgər biz ilk iki hədisə nəzər salsaq, görərik ki, onlar ümumidir. İstənilən dəri aşılanarsa təmiz olur. İstər əti yeyilən heyvan olsun, istərsə də olmasın. Çünki murdarlığın səbəbi heyvanın ölməsidir, leş olmasıdır. Lakin Meymunənin radiyallahu anhə hədisinə baxdıqda, yəni sonuncu hədisimizə 20-ci hədisə baxdıqda, orada söhbət əti yeyilən heyvandan, yəni qoyundan gedir. Və bu məsələdə də alimlər arasında ixtilaf var. Birinci rəyə görə aşılanmış hər bir dəri istəyir əti yeyilən olsun, istərsə də əti yeyilməyən pakdır, təmizdir. Və bu rəyə əsasən əgər itin dərisi aşılanarsa pak olar, canavarın dərisi aşılanarsa pak olar, aslanın dərisi aşılanarsa pak olar və ilanın da dərisi həmçinin aşılanarsa pak olar. Beləliklə aşılanan hər bir dəri pak olar. Bir çox alim bu rəyi qəbul eləmişdi və həmçinin o cümlədən zahirlər də demişlər ki, aşılanan hər bir dəri pak olar. Aşılanan hər bir dəri təmizdir. Və bu rəydə insanlar üçün bir rahatlıq, asanlıq var. Çünki hazırda ilan dərisindən və əti haram olan digər heyvanların dərilərindən hazırlanmış bir çox ayaqqabılar mövcuddur və istifadə olunur. Allahu aləm, Allah daha doğrusunu bilir. Yəni it və donuz istisna olmaqla, çünki onların nəzasəti ağır nəzasət olduğuna görə bunlar istisna olmaqla yerdə qalan heyvanların dərisi aşılandıqda onlardan istifadə etmək, daha doğrusu Allah bilir, yəni icazəlidir. İkinci rəyə görə isə dəri aşılanmaqla, yəni dabağat olunmaqla, yəni bizdə keçmişdə də bu
var idi, mövcud idi. Yəni fayda olaraq qeyd eləyək ki, yəni hətta bizim dildə də, Azərbaycan dilində də dabbaq kəlməsi mövcuddur. Dəri aşlayanlara bu adı veriblər, bu ismi veriblər. Və ikinci rəy isə qeyd elədi ki, dəri aşlanmaqla qətiyyən pak olmaz, təmiz olmaz. Hətta əti yeyilən heyvanın dərisi olsa belə. Təbii ki, bu rəy birinci rəyin tam əksidir. Yəni onlar, bu rəyin tərəfdarları Peyğəmbər sallallahu əleyhi və səlləmin vəfatından bir ay əvvəl yazdığı zəif bir hədisi dəlil gətiriblər ki, ölü heyvan nə dərisindən, nə də sinirindən faydalanmayın. Lakin bu hədis alimlər qeyd edirlər ki, zəifdir və əvvəlki hökmün nəsx olunduğuna, yəni ləğv edildiyinə dəlalət etmir. Buna baxmayaraq, həmin alimlər deyiblər ki, dəri aşlandıqda onun nəzasəti, murdarlığı yüngülləşir. Ona görə də ondan nəm, yəni yaş işlərdə deyil, yalnız quru işlərdə istifadə etmək olar. Yəni ondan taxıl kisəsi, yaxud dirhəmlər, pullar, paltarlar, buna bənzər quru əşyalar üçün qab kimi istifadə etmək olar. Nəm, yaş əşyalara gəldikdə isə istifadə edilməz, çünki bu alimlər rəyinə görə dəri aşlanmaqla paşlanmır və yəni nəcis olan bir şey, yaş bir şeylə təmas etdikdə onu da murdarlayır, onu da bulaşdırır. Üçüncü rəy isə, yəni bu rəyə görə kəsilməsi şərən icazəli olan heyvanların dərləri ilə kəsilməsi icazəli olmayan heyvanların dərləri arasında fərq qoyulur. Yəni kəsilməsi şərən icazəli olan heyvanın dərisi aşlanmaqla pak olar, kəsilməsi şərən halal olmayan heyvanın dərisi isə aşlanmaqla pak olmaz. Yəni buna misal olaraq, yəni kəsilməsi halal olan, misal üçün qoyun dərisi, əgər bir qoyun yəni ölərsə, sonra onun dərisini soyub aşlayarlarsa, o dəri pak olar. Həm quru, həm də yaş işlərdə, suda, süddə və hər bir şeydə istifadə etmək olar. İkincisi isə, əgər misalcə bir canavar ölüdürsə, öldürülürsə və dərisi götürülüb aşlanarsa, o pak olmaz və o murdar olaraq qalar. Yəni bunu onunla əsaslandırmışlar ki, kəsilmək, yəni bu canavarı halal etmədiyi halda, yəni onu da pak etməz. Yəni onun dərisindən istifadəni də onun dərisində pak etməz. Aşlanması onun paşlanması deyil. Qeyd etdiyimiz bu rəyin, üçüncü rəyin xülasəsi yekun ondan ibarətdir ki, əgər ölmüş heyvanın dərisi aşlanarsa və həmin heyvanın kəsilməsi şərən icazəlidirsə, misal üçün qoyun, quzu, keçi, inək, o halda dəri pak olar. Yəni ondan istifadə etmək olar. Ayaq altına sərmək olsun, ondan hər hansısa bir geyim düzəltmək olsun və s. və axır. Əgər kəsilməsi şərən icazəli olmayan bir heyvanın dərisi aşlanarsa, o nəcis olaraq qalar, lakin quru işlərdə istifadə oluna bilər. Çünki quru halda istifadə edildikdə onun nəzasəti başqa şeyə keçmir. Qeyd etdiyimiz bu hədislərin faydalarından birinci fayda, yəni dəri aşlandısa artıq o təmiz olur və pak olur. Ondan insan rahat şəkildə istifadə edə bilər. Və dərinin aşlanması üçün, onun təmizlənməsi üçün hər hansı bir təmizləyici vasitə kifayət deyil. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm ölmüş heyvanın, ölmüş qoyunun dərisini təmizləmək üçün aşlamaqdan başqa bir vasitə təyin eləməmişdir. Hətta İbn Seymur rahimehullah buyurur ki, sən onu dəniz suyu ilə yusan belə aşlanmayana qədər təmiz sayılmaz. Çünki bu növ nəzasət yalnız bu aşlama üsulu ilə aradan qalxır. Burada məlumdur ki, nəzasətlərdən təmizlənməkdən məqsəd onların hansısa səbəblə yox edilməsidir. Və bu qaydadan da belə bir nəticə çıxır ki, bugün mövcud olan paltarların buxar vasitəsilə təmizlənməsi, quru təmizlənmə məsələsi də buraya daxildir. Yəni hazırda buxarla yuyulan paltarlar var. Məsələn, yun paltarlar. Əgər bu paltarlar buxarla yuyulduqda nəzasət, murdarlıq yox olursa, onlar təmizlənmiş sayılır. Və həmçinin bu hədislərdən götürəcəyimiz faydalardan qeyd edə bilər ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm maddi dəyərlərin qorunmasına, malların tələf edilməməsi olan hərisliyi, belə ki, o insanlara ölmüş heyvanın, ölmüş qoyunun dərisindən faydalana bilmələri üçün onu aşlamağa təklif eləmişdi. Və dedi ki, onun dərisini götürsəydiniz. Və növbəti fayda isə Peyğəmbərin sallallahu əleyhi və səlləm dəvət metodunun gözəlliyi, hansı ki, o
sahabelərlə birbaşa götürməyi əmr eləməmişdi ölmüş heyvanın leşini, dərisini. Çünki o insanların həmin dərini ölmüş heyvan olduğu üçün iyrəndiklərinə görə tərk etdiklərini bilirdi. Və bu məsələdə onların bir üzrü, əsaslı səbəbi var idi. Buna görə də məsələni onlara təklif formasında təqdim elədi ki, onun dərisini götürsəydiniz. Və növbəti fayda isə ölmüş heyvanın dərisinin aşlanması su və qarazla, yəni aşlama növündə istifadə olunan xüsusi bitki növü ilə həyata keçirilir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, onu su və qarazla təmizləyin. Qaraz qeyd elədi ki, xüsusi bir bitki növüdür, o aşlanmada istifadə olunur. Və ola bilsin ki, yəni bugün başqa şeylərdən istifadə olunsun aşlanmada hər bir halda heyvan aşılanmalıdır. Onun daha doğrusu onun dərisi aşlanmalıdır ki, o dəri təmiz və pak dəri olsun. Və əgər aşlandısa, qeyd elədiyimiz kimi onu istədiyimiz şeylərdə istifadə edə bilərik. Yəni həm quru əşyalarda, həm mayelərdə süd olsun, yəni pendir olsun və s. və axır bunlarda rahatlıqla istifadə etmək mümkündür. Yəni əgər bir insan desə ki, mənə aşlanmış, yəni ölü heyvan dərisindən hazırlanmış tuluqda su gətirildikdə İçirdiyim kimsəyə bu barədə xəbər verməyən vacibdirmi, yoxsa vacib deyil? İbn-i Hüseyn rəhməhullah bu ki, xeyr vacib deyil. Hətta sən bilsən ki, o bu barədə məlumatlı olsaydı, həmin südü içməzdi. Zahirən, şəriətə görə yenə də xəbər vermək vacib deyil. Çünki bu əməl ona zərər vermir. Sən ondan zərərli ola biləcək bir şey gizlətməmisən. Yəni, və sonrası İbn-i Hüseyn rəhməhullah burada keçən mövzularda qeyd elədiyimiz milçəyi misal gətirir ki, hansı ki, bunun bənzəri içkinin, yəni içiləcək bir şeyin içinə milçək düşməsi məsələsində qarşımıza çıxmışdı ki, əgər milçək içkinin içinə düşərsə, sən onu batırıb çıxardıqdan sonra bir kimsəyə içmək üçün təqdim etsən və bilsən ki, həmin insan orada milçək olduğunu bilsəydi içməzdi, bu halda ona xəbər vermək vacibdir, yoxsa ki, vacib deyil. Əllər qeyd edir ki, xeyr, vacib deyil. Nə qədər ki, həmin şey içki zərərli deyil, xəbər vermək vacib sayılmır. Çünki insan sadəcə bilsəydi, ondan iyrənərdi. Əgər xəbəri yoxdursa, yəni içməsində onun halı təbiidir. Yəni rahat şəkildə onu istifadə edə bilər. Və eyni şəkildə, yəni dəridə olan pendir də belədir. Yəni o xəbər verməyə vacib deyil. Ola bilsin ki, xəbər tutandan sonra iyrənsin, istəməsin. Və hər bir halda, yəni burada bir təhlükə yoxdur. Çünki, yəni, misal üçün, o dəri zaten aşlanıb və onun aşlanması, təmizlənməsidir, paklanmasıdır. İçərisində istər quru şey olsun, istər maye şey olsun, saxlamaq nədir? Onda heç bir problem yoxdur. Və sonra isə 22-ci hədisə keçəcəyik, tərtibi pozacaq. Çünki 22-ci hədis də elə qeyd edədiyimiz mövzuna əlaqədardır. 22-ci hədis Əmran ibn Hüseyndən gəlir, radiyallahu anhu. Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem və ashabəhu təvaddəu min məzədəti imrəətin müşrikə müttəfəqun aleyh fi hədithin tavil. Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələri müşrik bir qadının su qabından, tuluğundan dəstəmaz almışlar. Buxarı Müslim hədisi rəvayət eləyir və bu uzun bir hədisin bir hissəsidir. Şərhdə qeyd olunur ki, izahda, yəni bu hədisi İmam Buxarı öz səhihində geniş şəkildə rəvayət eləyib, hədisin tam mətni belədir. Demək, İmran ibn Hüseyn radiyallahu anh rəvayət edir ki, biz Peyğəmbər ilə sallallahu aleyhi ve sellem birlikdə səfərdə idik. Gecə boyu yol getdik, gecənin sonuna yaxın dayanıb dincəldik. Və müsafir üçün, səfərdə olan üçün bundan daha şirin bir yuxu ola bilməzdi. Bizi ancaq günəşin istisi oyatdı və ilk oyanan filan kəs, sonra filan kəs, sonra filan kəs və dördüncü oyanan isə Ömər ibn Xattab oldu. Peyğəmbər sallallahu aleyhi ve sellem yatdığı zaman özü oyanana qədər kimsə onu oyatmazdı. Çünki yuxuda ikən ona nələr baş verdiyini bilmirdik. Ömər radiyallahu anhu oyanıb insanların başına gələni gördükdə, yəni o heybətli bir kişi idi, uca səslə təkbir gətirməyə başladı. O dayanmadan səsi ilə təkbir gətirdi ki, nəhayət Peyğəmbər sallallahu aleyhi ve sellem onun səsini oyandı. Oyananda insanlar başlarına gələni ona şikayət etdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ziyanı yoxdur, eyib etməz, heç bir zərər etməz. Hazırlaşın deyə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə buyurdu.
yola düşdülər və biraz getdikdən sonra dayandılar. Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz suyu istədi və dəstəmaz aldı. Namaz üçün azan verildi və o insanlar namaz qıldırdı. Namazı bitirdikdən sonra kənarda dayanan və cəmaatla namaz qılmayan bir kişi gördü və dedi ki, ey filan kəs, sənin cəmaatla namaz qılmağına mane olan nədir? O dedi ki, mənə cənabət üz verdi, su isə yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, təmiz torpaqdan istifadə et, yəni təyammüm et. O sənə kifayət edər, deyərək buyurdu. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm yoluna davam etdi. İnsanlar ona susuzluqdan şikayət etdilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Əli radiyallahu anhunu və yanında bir neçə nəfəri su üçün göndərdi və dedi ki, gedin su axtarın. Onlar yolda bir qadınla rastlaşdılar və qadına dedilər ki, yəni bir müddətdən sonra, danışıqdan sonra dedilər ki, bizimlə gəl. Qadın dedi ki, hara? Dedilər Rasulullahın sallallahu əleyhi və səlləm yanına. Qadın dedi ki, dinindən dönmüş kimsənin yanına, yəni hansı ki, sabi olan dinin, yəni bəzi alimlər buyururlar ki, yəni dinindən dönmüş kimsənin yanına mı həmin qadın olaraq buyurur? Onlar deyirlər ki, yəni sənin dediyin həmin şəxsdir. Yəni qadın Muhammed sallallahu əleyhi və səlləmi nəzərdə tuturdu və dedilər ki, gəl onun yanına gedək. Əli radiyallahu anhu və yanındaşlar, Allah onlardan razı olsun, onu Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gətirdilər və Peyğəmbər sallallahu əleyhi və səlləm yəni deyir ki, qadını dəvəsindən düşürün. Sonra bir qab istədi və 2 tulğun ağzından orası boşaltdı və beləcə o sudan istifadə olunurdu. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, gəlin həm özünüz için, həm də heyvanlarınızı suvarın deyə sahabələrinə nida eləyir. İstəyən içdi, istəyən də doldurdu. Ən sonda isə cənabət qüsülünə ehtiyacı olan kişiyə bir qab su verib dedi ki, get bunu üzərinə tök, yəni qüsül al. Qadın isə ayaq üstə dayanıb su ilə nə edildiyinə baxırdı, heyrətlə baxırdı və sahabələr deyirlər ki, Allaha and olsun ki, bizə elə gəlirdi ki, iş bitdikdən sonra tuluqlar əvvəlkindən daha çox doludur. Peyğəmbər sallallahu əleyhi və səlləm bundan sonra, yəni hansı ki qablardan su istifadə olundu və hətta sahabə qüsüldə aldı və Allah Resulü sallallahu əleyhi və səlləm dedi ki, onun üçün ərzaq toplayın. Sahabələr onun üçün əcvə xurması, un, yəni və həmçinin un halına salınmış buğda topladılar, hətta xeyli azuqa yığıldı. Bunları bir parçaya büküb qadını dəvəsinə mindirdilər və həmin azuqa bağlaması onun qarşısına qoydular. Peyğəmbər sallallahu əleyhi və səlləm ona dedi ki, bir ki biz sənin suyundan heç nə əskiltmədik. Lakin bizi doyuran Allahdır. Və beləcə qadın ailəsinin yanına gecikmiş halda qayıtdı. Onlar dedilər ki, ey filankəs, sənin ləngidən nə idi? Qadın dedi, heyrət ediləsi bir hadisə baş verdi. 2 nəfər mənimlə qarşılaşıb, məni sabi, yəni dinindən dönmüş dedikləri şəxsin yanına Muhammedin sallallahu əleyhi və səlləm yanına apardılar. O belə-belə işlər gördü və sonrası qadın dedi ki, Allaha and olsun ki, o ya bu ikisinin yəni orta və şəhadət barmağını göyə qaldıraraq, göy ilə yeri nəzərdə tutaraq dedi ki, o ya bu ikisinin, yəni göy ilə yerin arasında olan ən böyük sehirbazı ya da həqiqətən Allahın elçisidir. Bundan sonra müsəlmanlar qadının ətrafındakı müşrik qəbilələrə hücum edir, lakin onun mənsub olduğu obaya tayfaya toxunmurdular. Bir gün qadın öz qövmünə dedi ki, mən elə görürəm ki, bu insanlar, müsəlmanlar sizə qəsdən toxunmurlar, sizə hörmət edirlər. O zaman İslamı qəbul etmə nə deyirsiniz? Onlar qadına itaət etdilər və hamısı İslamı qəbul etdi. Yəni, həqiqətən bu hədis əzəmətli hədisdir. Burada Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbərlik möcüzələri var. Həmçinin də olan rəftarından sonra, gözəl ünsiyyətindən sonra o qəbilə, o toplum hətta İslam'a daxil olur. Yəni, təbii ki, bu hədisin izahlarından bunu qeyd edəcək. Birinci növbədə qeyd edək ki, yəni, bu hədisi niyə görə əvvəldə qeyd etdiyimiz hədislərin altında qeyd etdik?
daha doğrusu tərtibi pozduq. Çünki yəni məlumdur ki, həmin bu tuluq, hansı ki o tuluqlarda olan sudan istifadə olundu. Tuluqlar müşriklərin kəsdiyi heyvanların dərisindən hazırlanırdı və müşriklərin kəsdiyi heyvanlar isə leş hökmündədir. Çünki qeyri-müsəlmanlardan yalnız Yahudi və xristianların kəsdiyi heyvanlar halaldır. Əgər heyvan leşdirsə, onun dərisi də murdardır. Və Rasulullahın sallallahu aleyhi və səlləm və sahabələrinin bu iki tuluqdan dəstəmaz alması, hansı ki o tuluqlar kafirlər tərəfindən kəsildiyi üçün leş hökmündə olan dərlər idi, onu göstərir ki, leşin dərisi aşlanmaqla təmizlənir. Əgər belə olmasaydı, tuluqdakı su murdar olar və ondan dəstəmaz alma icazəli sayılmazdı. Və İbn Həcər Əl-Əsqalani rahimehullah bu hədisi məhz bu səbəbdən qablar bölməsində gətirmişdi. Qablar fəslinə gətirmişdi. Bu hədisin faydalarından birinci fayda, zərurət yarandıqda su sahibindən suyu paylaşmasını tələb eləməyə icazəli olması. Çünki sahabələr qadını Peyğəmbərin sallallahu aleyhi ve sellem yanına gətirdilər, onu hətta dəvəsindən düşürdülər və qadın düşdükdən sonra onun suyundan istifadə etdilər. İkinci fayda, Peyğəmbərin sallallahu aleyhi ve sellem möcüzələrindən birinin bəyanı, yəni həmin suyun artması, çoxalması, bərəkətlənməsi, yəni bu hadisədə Peyğəmbər sallallahu aleyhi ve sellem möcüzəliyi sübut olunur, göstərilir. Üçüncü fayda isə yaxşılıq edən şəxsi mükafatlandırmağın gərəkliyi. Peyğəmbər sallallahu aleyhi ve sellem qadına suyun müqabilində azuqə verməklə onu mükafatlandırdı. Ona görə də kim sizə bir yaxşılıq edərsə, onun qarşılığını verməyə çalışın. Dördüncü fayda isə leş dərisinin aşlandıqda təmizlənməsi. Bu hədisin gətirilməsində əsas şahid sübut budur və müəllif İbn Həcər Əl-Əsqalani rahimehullah hədisi məhz bu səbəbdən buraya daxil eləmişdi. Beşinci fayda, kafir olsa da belə etdiyi yaxşılığın əvəzini verməyin icazəli olması. Əgər kafir, yəni qeyri-müsəlman, qeyri-iman əhli sizə bir şey hədiyyə edərsə və ya bir yaxşılıq edərsə, onun əvəzini verin və əvəzinin verilməsi icazəlidir. Şübhəsiz ki, əlbəttə ki, elhamdülillah, bu İslam dininin gözəlliklərindəndir. Çünki İslam əxlaqı yaxşılıq edənin əvəzsiz qoyulmamasından daha uca və daha alidir. Yəni buna əsasən, məsələn, küfr dövlətlərindən biri bizə bir yaxşılıq edərsə, orada olanlardan biri bizə bir yaxşılıq edərsə, bu yaxşılığın əvəzini verərik. Lakin bu dinimizdən onlara görə güzəştə getmək, dinimizi satmaq hesabına olmamalıdır. Yəni onların əməllərindən dinimizə bir zərər gəlməməsi şərti ilə biz onlara minnətli qalmır, əksinə yaxşılığın əvəzini veririk. Və qeyd etmək istədiklərimiz bu qədər. Uca Allah bizə işitib yaxşı tabi onlardan eləsin. Allah Azze və Cəllə bizi onun dinində fəqih olanlardan, onun dinini doğru və düzgün şəkildə anlayıb başa düşənlərdən eləsin. Subhanəkəllahumə həmdikə şəhədu en la ilahə illə ənt, əstəğfirəkə və ətubu ileyk.